Nə uşağın boyu çıxmır, yəni nə ona mane olur, çəkisi artmır və siz hansı müalicə üsulundan istifadə edirsiniz ki, qısa müddətdə həm boy uzanması, həm də çəki artımı baş verir? Əgər bir uşaqda çəki və boy geriliyi varsa, ilk olaraq biz onda çölyak gluten həssaslığına baxmalıyıq, tiroid hormonu yoxlamalıyıq və dəmir defisiti varmı, tiroid hormonu necə çalışır, B12, yəni polivitamin və mikromiyet balansı və bağırsağın sorulması və ona qidalara qarşı bir həssaslıq var, yoxsa yox, onu yoxlaya bilirik. Və bunların fonunda, bunları yerində qoyduqdan sonra və qidalamaya normal döndükdən sonra dərmansız da uşaqlar normal inkişaf edə bilirlər. Bəzən hər iştahsız uşaqda və bunu kimi ishala meyilli uşaqlarda qurt müalicələrini keçirirlər, qeyri-ənənəvi üsullarla. Ancaq biz, belə deyək də, 10 uşaqdan 9-unu qurt xəstəliyini əlaqələndirmirik, normal bir şeylərlə dediyimiz formada əlaqələndiririk. Yəni demək istəyirik ki, hər iştahsız uşaq, həm hər ishal olan uşaq, hər qarın sancısı olan uşaq, hər boy almayan uşaqda bəzən qurt əlaqələndirirlər ki, bu yanlış qərardır. Bunu etməyə ehtiyac yoxdur. Bəzən valideynlər gec yaşlarda gəlirlər ki, mütləq uşaq uzanacaqdır, zamana buraxmaq lazımdır. Qız uşaqları 14 yaşda, 15 yaşda artıq yetkinlik dövrü və bitər bu proses. Dayanır, sümükləşmə nöqtələri bağlanır. Oğlan uşaqlarının maksimum 20-21 yaşına qədər uzanır. Ona görə də bu yaşda, bu yaşlarda, 5 yaşda, 4 yaşda, 7 yaşda uşaqlarda boy və çəkidən gerilik varsa, bunları mütləq vaxtında tədbir görmək, vaxtında müayinə etmək və ehtiyac olarsa boy hormonu testindən sonra boy hormonu iynələri və müalicələrini də etmək olar. O artıq uşaqdan uşağa dəyişir.